Xaçmazın Xudaş şəhəri. Bu da hörmətli izləyicilər. Bax bu parkda əsaslı təmir işləri gedir. Bura Xudaş cəmaatının istirahət mərkəzlərindən biridir. Baxın burada səkilərin yenidən quraşdırılması gedir. Mənim bildiyimə görə təxminən Xudaşda 24 min, Xudaş şəhərinin özündə 24 min əhali yaşayır. Və burada insanların yay mövsüylə, xüsusilə yaz mövsülərində istirahət mərkəzidir. Rayon İcra Hakimiyyətinin göstərişi ilə, nəzarəti ilə, eyni zamanda Xudaş kommunal təsərrüfat işçilərinin əməyi ilə bax burada abadlıq işləri gedir. Daha doğrusu bir qədər aparılıb, indi davam edir. Uğurlar arzulayaq. Xudaş Kommunal Təsərrüfat İdarəsinin müdürü Şamil müəllim də buradadır. Şair dostlar, Xudaşda təmir işləri gedir. Nə deyə bilərdiniz? Bir şair kimi, bir yazar kimi, şair gözünə çox təqdirə layiq işdir. Xudaş da gündən-günə gözəlləşir. Mən bu tədbir işi, bu gözəl işləri görən insanlara Xudaş şəhər icra hakiminə, bizim rayon icra hakimiyyətindən təşəkkürümü bildirirəm ki, Xudaşlar, biz Xudaşlarda yaddan çıxartmır. İmkan daxilində quruculuq işləri, təmizlik işlərini Xudaşda da aparılır. Sağ ol, təşəkkür ederim. Şair bizim səyyab, sərraf. Sözü də sərrafdır, özü də sərraf. Buyur. Bu bizim Firudun müəllimdir. Firudun həvəskar, özünə şair demir, deyir həvəskar. Özü gözəl sənətkardır, özü də rəssamdır, müəllim olur. Buyurun, sözüdür. Elnur Ruzayevin bu gördüyü işlər hamının göz qabağındadır. Hamı çox sevir. Bizim icra hakimiyyəti, Xatma Qurarının icra hakimiyyəti gənc olsa da başqa icra hakimiyyətlərindən çox gözəl fərqlənir. Burada da gözəl iş gelir. Yəni bizim ümidimiz Xudaş balaca bir yerdə, o qədər böyük olmayan yer olsa da cəmaatın ümidi bura, pensiyalərin zaten hamısının təqaüd. Şairlərin də bura istirahət mərkəzidir. Ümidimiz var ki, bura çox gözəl bir yer alınacaq burada. Və bir günlər bu təbiətin qoynunda bu şair sərrafın özünün söz işığında məclisini bax burada keçirsin sədr kimi. İnşallah. İnşallah. Çox gözəl də iş gedir. Burada işçilər də çox yaxşı işləyirlər. Mən görürəm də. Hər keçəndə buradan keçirik. Afərin deyirəm bu. Çox sağ olun, çox sağ olun. Can sağlığı. Sağ olun, sağ olun.